Dəyərli izləyicilər, bir son dəqiqə məlumatı diqqətinizə çatdırmaq istəyirəm. Bugün vəzifədən azad edilən təbibin icraçı direktoru Vüqar Qurbanovun avtomobili nümayiş olunub. Lüks bir avtomobilə malik olduğu bildirilir və deyilir ki, avtomobilin qiyməti 300 mindir. Belə ki, Qlobal Net xəbər verir ki, Vüqar Qurbanovun vəzifədən azad olunması ilə bağlı rəsmi məlumat təbib tərəfindən təsdiq olunsa da, onun hansı səbəbdən işdən çıxarıldığı açıqlanmır. Son olaraq 2025-ci ilin sentyabrında Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən təbibdə yoxlamaların aparılması ilə bağlı məlumat yayılmışdı. Vüqar Qurbanovun da vəzifədən azad olunmasının sözügedən yoxlamaların nəticəsi ilə əlaqəli olması istisna olunmur. İddialara görə yoxlamalar nəticəsində maliyyə pozuntuları aşkar edilib və burada söhbət milyonlarla vəsaitin mənimsənilməsindən gedir. Milli Az təbibin artıq keçmiş olan sədri Vüqar Qurbanovun şəxsi avtomobilinin markasını və nömrəsini əldə edib və Vüqar Qurbanovun şəxsi avtomobili 99 VJ 999 nömrəli BMW X7 markalı minik vasitəsidir. Vüqar Qurbanov avtomobilin nömrəsini də təsadüfən seçməyib. Qeyd edək ki, sözü gedən BMW X7 markalı avtomobilin orta bazar dəyəri 250-300 min manatdır.